Bura gidin mağazin aynını aldım, 40 manat cərimə yazdım. Bir çörək gəlir başa çıxır 40 manat 50 qəpik, 60 qəpiyə. Heç olmasa bizi də fikirləşsinlər də, nə olar? Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsidir. Burada marketin qarşısında əgər avtomobillər dayanarsa, sürücüyə 40 manat 2 bal cərimə gəlir. Cərimələnib saxlamısınız yoxsa? Mən sağlamışam, 40 manat, 2 bal. Amma xəbəriniz yox idi ona şey. Bura gidin mağazin aynını aldım, 40 manat cərimə yazdım. Burada saxlayanda da çəkir də. Bəli, Buranın sahəsən çəkir. Camal mağazini nə qoymalıdır? Yəni başqa yerdə də yer yox. Yoxdur, hara, ya girib orada salma, ya bir xanın içində salma, hara saxlayaq? Bura 83 nömrəli marşrutu gətirəndən sonra 83 nömrəli abidənin dairəsinə gəlirdi. Bura gətirəndən sonra başladı burada kameralar vurmağa. Cəmaət orada tükana girir 40 qəpik, 50 qəpiklik çörək almağa. 40 manat 50 qəpik, 40 manat 60 qəpik. Bir çörək gəlir başa çıxır 40 manat 50 qəpik, 60 qəpiyə. Yer vardı, saxlayırdıq, bir-iki maşınlıq yer vardı. Dükana girib çıxmağa indi çox çətinlik çəkirik. Hər yeri zanit eləyiblər. Heç olmasa bizi də fikirləşsinlər də, nə olar? Və yolun qırağında saxlayıram cərimə, burada cərimə idi. O tayda girirsən orada cərimə, bələdiyyənin qabağına girsən cərimə. Cərimə olmuşam. Cərimə olandan sonra burada saxlayırsınız. Cərimə olmuşam, burada bir neçə maşınlar da saxlayır burada. Yəni ona qədər bilmir. Yox, ona qədər bilmirdi. Hər dəfə burada saxlamışıq, yəni cərimə olmayıb. Nə qədər vaxt cərimə gəlir? Hardasa bir 20 gün, bir ay olardı. Mövcud problemlə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, tərtib olunan cərimə qanuna müvafiqdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 yol nişanından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və durması qadağandır. Belə hal aşkar edildiyi təqdirdə sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən 2 cərimə balı və 40 manat məbləğində cərimə nəzərdə tutulub. Buradan bir tərəfi yoldur. Elə buradan giriş var, o tərəfdən bu tərəfə çıxış yoxdur. Bu tərəfdən çıxış vuranda bu kamera vurur. Sürücülərə müraciət edirik ki, bax Biləcəri dairəsidir, Biləcəri bələdiyyəsinin yaxınlığıdır. Əgər burada avtomobil saxlasanız cərimə gələcək və eyni zamanda buradan əks istiqamətdə, yəni dairə istiqamətdə çıxsa cərimə gələcək. Və ən əsaslısı da marketin qarşısında avtomobili saxlasanız yenə 40 manat 2 bal cərimə olunacaqsınız.